Ne oldu Meryem? Ne karara geldin? Razıyam. Ama bir şərtim olacaq. Ne şart? Azər, mən ailəmiz üçün mübarizə aparmaq istəyirəm. Və istəyirəm ki, bu bizim ikimiz üçün də yaxşı olsun. Biz ayrı yaşamalıyıq. Başa düşürəm, mən çox şey istəyirəm. Amma bu bizim uşağımız üçün. Hələ ki, uşaq olana kimi də, sonra yenə də necə istəyirsən, elə də yaşayarıq. Sen öyle değilsen ki ben anamı tek koyuyorum. Yox, yox, mən elə demək istəmədim. Azər, biz necə deyim, yaxında ev tutarıq, hə? Lap qonşu olarıq. Hər gün gedib gələrsən anangilə. Sen başa düşmürsən. Ben sizi barıştırmak istiyorum. Ama böyle her şey daha da çetinleşecek. Meryem, at bu fikirleri başından. Gel gidelim evimize. Ha? Azər, sənin ananın məni görməyə gözü yoxdur. Bunu sən də bilirsən, mən də bilirəm. Məni narahat eləyən aramızdakı soyuqluq deyil. Mən uşağımız üçün narahat oluram. Hələlik deyirəm də, bir müddətlik. Uşaq olana kimi. Bilmirəm Meryem, bilmirəm. Azər, bax, sən heç kimi atıb eləmirsən. Bizə lazımdır, heç olmasa müəyyən bir müddətlik baş-başa qalmaq. Bilirsən nə qədər xeyrimizə olacaq? Yenə də deyirəm, lap yaxında ev tutarıq, qonşu olarıq. Ben indi sana heç nə deyə bilməyəcəm. Beynim qarışdı. Niyə bizdə hər şey belə çətin olur həmişə, hə? Yaxşı, bəs birdən mən razı olmasam? Onda necə? Yenə boşanmaq fikrində qalacaqsan? Azər. Yaxşı. Gəl bu barədə danışmayaq. Mən görürəm sən bir yerdə yaşamaq istəmirsən. Sonra danışarıq. Yaxşı. Gel. Gel Zarif, gel. Öyle səhərdən səni gözləyirəm. Səhər fikrim biraz dağıldı, əsas məsələni sənə deməyə yadımdan çıxartdım. Otur, otur. Borcda olduğumuz adamlar bizimlə daha işləmək istənirlər. Ona görə də təcili sürətdə yeni bir yer tapmaq lazımdır. Özü sərfəli qiymətlərin. Problem yoxdur, mən həll eləyərəm. Lap yaxşı. Onda sən belə edəm. Bugündən bütün işini gücünü at, restoranın işlərlə məşğul ol, sənədlərlə tanış ol, gör burada işlər necə gedir. Qoy bütün fikrin, zikrin burada olsun. Ata, sən bu restoranı mənə niyə həvalə eləmirsən? Gəl belə danışaq. Əgər sən buranı mənə qəfəs eləmək istəyirsənsə, onda gəl hələlik başlamamışıq, indidən təhvil verim hər şeyi. Boş-boş danışma. Mən istəyirəm ki, sən özünü burada tapasan. Bakıda. Bütün problemlər bekar gezməkdən əmələ gəlir. Deməli, sən səhərki sözü qutarmadın da hələ. Mən sənə dedim, axı, elə şeylər var, biraz şəxsidir. Onları qurdalamasaq yaxşıdır. Zaur, mən sənə nə dediyimi sən çox gözəl başa düşdün. Mənə Məcnun yox, oğul lazımdır. Ona görə də sən bugündən işlərlə məşğul ol. Özə ən əsası da ərzaq məsələsindən. Çünki həftə sonu bazarlıq eləməliyik. Narahat olma, mənim bir tanışım var, topdan satışı var. Orayla danışarım. Lab yaxşı. Deməli, sən onunla danış, onu razı sal.
Bütün qiymətlər, bizə nə lazımdır, hamısı burada var. Bunlar da bax, öyrən. Bax ki, buradakilərdən bax olmasın. Yaxşı? Baş üstə. Nə yaxşı. Çay içirsən, gətirsinlər. Yox, çox sağ ol. Götür, görək bu sənədləri tanış ol. Xanım, bir şey olmadı ki sizə. Hə? Ay xanım, yaxşısınız? Gözləyin bir dəqiqə. Yaxşısınız indi? Bəlkə sizi xəstəxanaya yaparım. Yox, lazım deyil. Hər şey yaxşıdır. Siz niyə önümüzə baxmırsınız ki? Bilirəm, səhv məndə idi, bağışlayın. Belə maşın sürərlər. Bilirəm, bir daha üzr istəyirəm sizdən. Biz deyəsən bir dəfə də qarşılaşmışdıq, hə? Restoranda. Onda da mən Onda siz önünüzə baxmamışdınız. bilirəm, üzr istəyirəm. Valla son zamanlar çox fikirliyəm. Dağınığam, bağışlayın. Nəysə, oldu keçdi. Mənim adım İlkindir. Nə əcəb evə belə tez gəlmişsən? Ana, mən səndən bir şey barədə danışmaq istəyirəm. Nəsə olub? Yox. Biz Məryəmlə barışandan sonra istəyirik bir müddət ayrı yaşayaq. Başa düşmədim, necə yəni? Çox yox, bir müddət. Arvadın istəyidi, hə? Ay ana. Deməli, arvadın nə dedi, sən də onun sözü ilə durub oturacaqsan. Sən necə kişisən? Bunu dediyi yerdə onun ağzının üstündən bir dənə sillə çəkə bilmirdin? Ay ana, neynəməliyəm mən? Uşağımı başlı başına qoyum. Bunu istəyirsən? Belə qələt eləyir o, ayrı yaşamaq istəyir. Onun istəyi nədir bəyə? Gəlib oturacaq burada, mənim yanımda. Vəssalam! Onu sən qudurtmusan. O kimdir mənim yeganə oğlum əlimdən alsın, hə? Kimdir? Ay ana, mən ailəmi qorumaq istəyirəm. Başa düşürsən? Həm də çox uzağa getmirik ki. Gələndə maraqlanmışam. Burada kirayə ev var. Yaxındadır. 2 addımlıq yoldur. Tez-tez gəlib dəyəcəm sənə. Vallahi. Sən məni atıb getmək istəyirsən? Məni bayquş kimi bu evdə tək qoymaq istəyirsən, Nazik? Mən bir əziyyətin oğul böyüt ki, sonra kimsə gəlib onu əlindən alsın. Qoy mənə! Ay ana, qışqırma, xahiş edirəm. İndi yenə halım pis olacaq. Bax, məni bu həddə siz çatdırırsınız. Siz, əgər mənə bir şey olsa ya, günahkar sənin arvadın olacaq. Mən bilirdim də. O mənim ağlıma çıxmasa mən nələr çəkməyəcək. Ay Allah, belə də zülm olar, Bu da oyundur mənim başıma gəlir, hə? Ay ana, yaxşı da xahiş edirəm, nə olar? Mən indi bir çıxış yolu axtarıram, da neyniyim mən? Əşi, get də! O arvadın, o da sən! Özünüz bilərsiniz, nə istəyirsiniz eləyin. O belə də zülm olar.
Cəmal. Mən də deyirdim oğul böyütmüşəm, oğul. Nankorsan sən, nankor. Ana, nə oldu? Ay ana! Xanım, bir şey olmadı ki sizə? Hə? Ay xanım, yaxşısınız? Bəlkə sizi xəstəxanaya aparım. Yox, hə? lazım deyil. Siz niyə önümüzə baxmırsınız ki? Bilirəm, səhv məndə idi, bağışlayın. Belə başını sürərlər. Bilirəm, bir daha üzr istəyirəm sizdən. Biz deyəsən bir dəfə də qarşılaşmışdıq, hə? Restoranda. Onda da mən... Onda siz önünüzə baxmamışdınız. Bilirəm, üzr istəyirəm. Valla çox son zamanlar çox fikirliyəm. Dağınıqam, bağışlayın. Nəysə, oldu keçdi. Mənim adım İlkindir. Zaur, Necəsən? sən xeyr ola burada. Bayaqdan elə sənin dükanını axtarırdım, dedin evin yanındadır. Ona görə mən də. Nəsə lazımdır? Digər sözün düzü sənə bir dənə iş təklifim var idi. Nə kömək eləyə bilərəm? Sən bilirsən də bizim bu restoranımız var bir dənə. Bir toptan satış mərkəzindən işləyirdik neçə illərdir, nəsə son vaxtlar. Aramızda idi onlarla, istəyirik təzə bir adamla işləyək. Sənin də dükanın var deyirəm bəlkə. İndi sən malı məndən almaq istəyirsən? Niyə də olmasın? Yəni bizdə dövrəyə böyüdür, sifarişlərimiz çox olacaq. Əgər sən münasib qiymət verə bilsən bizə. Atanın xəbəri var bu işdən. Zaur, sən bilirsən ki, mənim atamla Vidadi bəyin arasında xoşagəlməz söhbətlər olub. Bilirəm. Ona görə də mən istəyirəm ki, sənin atanın bu işdən xəbəri olsun. Sən birinci gəl bu məsələni ona deyinə. İlqar, mən də deyim sənə ki, restoranı mən işlədirəm və kimlə işləməyimi də mən qərar verirəm. Amma hər halda onun xəbəri olsa yaxşıdır. Mən istəmirəm ki, sonra xoşagəlməz söhbətlər yaransın. Sən narahat olma, gəl biz başlayaq. Əgər bizim ikimizin arasında nəsə problem olsa, özümüz elə həll edəcək. Heç kim girişməyəcək, söz verirəm. Yaxşı. Olsun, nə deyirəm. Amma sən birinci mənə siyahını ver, mən tanış olum. Ondan sonra biz səninlə danışarıq. Siyahı hazırdır, buyur. Yanında da bu köhnə işlədiyimizin qiymətləridir. Yəni sən Maşallah. bax gör, əgər şimdi biraz onlardan ucuz eləyə bilsən, yaxşı olur. Mən bu malları sənə burada yazılan qiymətlərdən daha aşağı verə bilərəm. Əla. Əgər elədirsə sözün düzü günü sabahdan başlaya bilərik. Sən sadəcə o qiymətləri yaz qabağına mənə göndər, qəbul eləyəm. Mən sənə vizitkamı da verirəm. Düzdür, özüm gəlib deyəcəm sənə sabahda bir gündə, amma hər ehtimala qarşı qalsın səndə. Əgər... Demək olar ki, danışdıq, başladıq işləməyə. Danışdıq, olsun. Zaur, çox sağ ol. Dəyməz. Sağ ol. Yaxşı oldu. Gedim bu şad xəbəri validəyə də deyim. Nə oldu həkim? Necə damam? Vəziyyəti biraz stabilləşib, amma təzyiqi bax çox qalxmışdı. Şükür. Çox sağ olun.
Yanına keçmək olar. İndi məsləhət görmürəm. Qoy biraz dincəlsin. Birazdan gəlib ziyarət edərsiniz. Yaxşı? Oldu. Çox sağ olun. Siz də sağ olun. Hə, eşik. Hardasan? İşə gəlmək fikrin yoxdur? İsmail, mən işə gələ bilməyəcəm. Anamla alıb pisləşdi, xəstəxanaya gətirmişəm. Nəsə ciddi bir şeydir. Yox, təzyiq qalxmışdı, indi yaxşıdır. Sən canlı, orada müdiriyyətlə danış da, başa sal hər şeyi. Narahat olma, mənlikdir. Bir şey olsa zəng elə. Oldu. Çox sağ ol. Məryəmlə danışa bildin? Danışdım. Deyir, barışırıq, amma tək qalaq. Sən nə dedin? Mən də işlə nə deyim? Dilim ağzım qurudu. Bilmədim nə deyim. Elə anama da demişdim ki, aləm qarışdı bir-birinə, arvadın halı pisləşdi. Deməzdin də, sən də nə olmuşdun? Biraz gözləyərdin. Bəlkə elə Məryəmi yola gətirirdin. Baş deyir ki, düz deyirsən, gərək istəməzdim. Nəysə, sonra danışarıq İsmail. Yaxşı. Danışarıq sonra. Alo Azər. Hə, Məryəm. Elə tələsik getdin ki, nigaran qaldım. Hardasan? Xəstəxanadayam. Xəstəxanada nə olub ki sənə? Anamı gətirmişəm, halı pisləşdi. Mənə görə oldu da. Hardasız de, gəlirəm ora. Narahat olma, hər şey yaxşıdır. Yaxşılaş. Azər, ünvanı de, gəlirəm. Stivol hospitaldayıq. Validə. Hə, buradayam. Ay validə. Buradayam. Hardasan? Nə yaxşı tez gəldin. Əl üzünü yu, indi pisa süfrəni hazırlayarım. Qoy işimi bitirim. Yəni yemək qaçmır. Sənə şad xəbərim var. Nə xəbər? Bugün yaxşı bir sifariş təklifi aldım. Böyük bir restoran üçün məndən ərzaq istəyirlər validə. De yaxşı. Böyük bir sifarişdir. İş alınsa hər həftə məndən mal sifariş eləyəcəklər. Nə yaxşı oldu, sevindim. Bəs pulunu danışdın? Yox, pul hələ yox. Danışardın da birdən alladıb eləyərlər. Narahat olma, sifarişçini tanıyıram. Elə adam deyil. Nə yaxşı oldu. Allah yetirəndə yetirir də. Belə getsə, əgər alver yaxşı olsa, işlərimiz düzələcək. İnşallah. Onda da daha başqa sifariş zad eləməyə ehtiyac olmayacaq. Yaxşı, bəs sən Allah özünü gözə gətirərsən. Allah sənə min şükür. Bugün Məryəmin də yanına getdi. Dayı ilə bugün dükan açmamısan da. Yaxşı, necədir? Yaxşıdır, Azərlə görüşəcəklər. Deyəsən barışmaq istəyirlər. Barışırlar, niyə barışmırlar? Özü də barışsalar, mən bu tərəfdən də biraz sakit olaram da. İnşallah barışırlar. Azər Məryəmi uşağı küçədə qoyas deyil ki. Tək elə olsun. Tək elə olsun validə, tək elə olsun. İnşallah yaxşı Mən də olur. hazırlayıram indi yeməyi. Hə, tez elə. Salam, bura bir dənə yaşlı qadın gətiriblər, Nəsibə. Yaxşı qadın. Aha, Buradan ikinci otaq kabineti. çox sağ ol. Azər, Nəsibə xala necədir? Yaxşıdır. Dincəlir. Şükür. Mən də Məryəmlə danışdım. Dedi ki, Nəsibə xala xəstəxanadadır. Tez durub gəldim bura. Nə əziyyət çəkirdin? Nə əziyyət? Bilirsən ki, mən Nəsibə xalanı anam kimi çox istəyirəm. Nə oldu ki birdən-birə? Nə baş verdi? Mənə əsəbləşdi biraz. Elə danışdığımız yerdə bir də gördüm, huşunu itirdi. Niyə? Nə oldu ki?
Nə dediniz ki? Məryəmlə görüşdük axı bu gün. Hə. Dedi, barışmağa razıdır. Amma bir şərtlə ki, gərək ayrı yaşayaq. Mən də elə bunu dedim, arvad çıxdı özündən. İndi ayrı yaşayacaqsınız. Bu hardan çıxdı belə? Nə bilim, qala bilmirlər də bir yerdə, neyniyim? Bir dəqiqəyə. İndi Məryəm dedi ki, get anavı at gəməklə yaşa, ha? Nuray, heç kimi atmır. Qonşuluqda ev tutacaqdıq, orada yaşayacaqdıq. Belə çıxır da. Belə çıxır ki, sən anavı atmalısan, gedib Məryəmlə yaşamalısan. Kim olsa pisləşər, ürəyi gedər, halı dəyişər də. Heç kim mənə başa düşmək istəmir. Elə hamı deyir, dağıt ailəvi. Azər, mən sənə demirəm, ailəvi dağıt. Amma sən evin tək oğlusan. Sən indi birdən-birə Nəsibə xalanı niyə atıb gedib ayrı evdə yaşamasın? Nuray, xahiş edirəm, qutar da bu söhbəti. Onsuz da dediyimə görə peşman olmuşam. Bilsəydim heç... Yaxşı. Yaxşı. Əsas odur ki, Nəsibə xala yaxşıdır. Bu söhbəti sonra da eləyə bilərik. Alo, Salam Vedadi. salam. Kimdir danışan? Bilməsən yaxşıdır. Başa düşmədim. Zaur Bakıya qayıdıb deməli. Nə yaxşı. Onunla görüşmək istəyirdim. Sonra fikirləşdim ki, birinci səninlə danışım. Nə lazımdır? Mənə lazımdır ki, Zaur həqiqəti öyrənsin. Ondan sonra görüm sevimli olduğuna nə deyəcəksən. Söz tapmırsan danışmağa. Nə istəyirsən? Hələ ki, heç nə. Alo. Alo. Elə acıq çıxırsan məndən, hə? İndi də atanı şantaj edirsən? Nə? Özünü bilməməzliyə vurma. İndi mənə zəng eləmişlər. Sən deməmişdim, heç kimə demə. Başa düşmürəm, kimə nə demişəm mən? Sən gelib dedilər ki, hər şeyi Zaura danışacaqlar. Mən heç kimə bir kəlmə də söz deməmişəm. Yalan danışırsan. Restoranı əlindən aldın deyə məndən qisas alırsan. Mən qisas alası olsam gedib birbaşa qardaşımla danışaram. Belə türkü variantlarını əl atmaram. Burada bəs zəng eləyən kim idi? Nə istədi əvəzim? Dəyişmə. Axı bu məsələni səndən məndən başqa kim bilə bilər? Onu bilmirəm. Amma Zaur bilsə, axırı heç yaxşı olmayacaq. Necədir mama? Yaxşıdır. Keçmək olar içəri. Məncə lazım deyil. Sənə görə bir yerə əsəbləşəcək. Azər, onu görməliyəm də. Mənə görə oldu axı. Mütləq danışıb aydınlaşdırmalıyıq. İstəmirəm elə fikirləşsin ki, mən sizi ayırmaq istəmişəm. Səndə heç bir günah yoxdur, Məryəm. Günah məndədir. Mən gərək o sözü deməyəydim. Bilirdim də bu hala düşəcək. İndi bu vacib deyil. Əsas Nəsibə xaladır. Azər, keçək də içəri. Yox, hələ olmaz. Nəsibə xala dincəlir. Azər uzatmağın mənası yoxdur.
Məsələni həll etməliyik. Yaxşı. Keçək. Amma nə olar elə yenə ara qızışmaz. Narahat olma. Yaxşı olacaq. Nuray, sonra sən də keçərsən. Yaxşı. Necəsən Ayana? Özünü necə hiss edirsən? Yaxşıyam oğlum. Deməli, ayrı yaşamaq istəyirsiniz, hə? Nəsbə xala, biz İcazə ver sözümü deyim. İndi ki, məni özünüzə düşmən hesab edirsiniz, onda gedin ayrı yaşayın. Daha sizə heç də deyən deyiləm. Ayana, gəl bu barədə danışmayaq. Nə olar? Sən də o halda deyilsən. Nəsbə xala, Azərdən tək qalmağımızı istəməyim səhv hərəkət idi. Bunu bilirəm. Bizim indi uşağımız olacaq. Mən ancaq onu düşünüb belə elədim, amma ailənin parçalanmağını istəmirdim. Heç indi də onu istəmirəm. Mən də nəvəmin yaxşılığını istəyirəm. Amma sizə belə münasibdirsə, eyniyə bilərəm. Özünüz bilərsiniz. Gedin ayrı yaşayın, daha sizə mane olmayacağım. Azər deyir, yaxınlıqda evdə tapıb. Hərdən gəlib mənə baş çəkəsiniz, bəsimdir. Nəsbə xala, bizim ailədə çox söz-söhbətlər oldu. Mən ona görə olacaqlardan qorxdum. Bilmədim nə edeyim. Ona görə belə qərar verdim. Amma mən heç vaxt istəməzdim ki, siz xəstəxanaya düşəsiz. Yaxşı bir söz də deyim sənə. Bugün başa düşdüm ki, qocalmışam. Daha əvvəlki adam deyiləm. İndi mənim gərək canımın hayına qalım. Bir də belə zərbəyə dözə bilmərəm. Düzünü desəm, istəyirəm siz də yanımda olasınız. Bir ailə kimi yaşayaq. Amma getmək istəyirsiniz, nə edə bilərəm. Yolunuzun üstündə dayanmayacağım ki. Mən istəyirəm ki, biz bir yerdə yaşayaq. Nə Məryəm? Məryəm, sən razısan bir yerdə yaşamağa? Hə. Mən sənə söz verirəm. Bundan sonra hər şey yaxşı olacaq Məryəm. Sən də yorma ayağını. Sən dincəl. Sonra hazırlaş, gəlib səni çıxardacağım buradan, yaxşı? Yaxşı. Yüzümüz gülür. Ha, biz barışdıq. Məryəm evə qayıdır. Çox sevindim düzü. Yaxşı onda. Mən gedim görüm Nəsbə xala necədir.
Siz də yəqin ki, tək qalmaq istəyirsiniz. Danışın biraz. Geç. Meryem. Ben seni sevirəm Meryem. Sen bugün beni dünyanın en xoşbəxt adamı elədin. Gel elə anamı da götürək, çıxaq bir yerdə gedək evə. İşə qayıtmalıyam. Onda sen get bağçaya. Sonra akşam ben seni gəlib götürərəm, yaxşı? Yaxşı. Nəsibə xala. Nura! Can Nura. Gel, Can. gel mənim gözəlim. Nə oldu? Necəsiz? Nə də gördüyün kimi. Görürəm dünyada da məni sən kimi istəyən yoxdur. Eşitdim Məryəmlə Nazər barışıblar. Siz də onları dəstəkləyirsiniz, hə? Daha çarəm nədir, görmürsən? Uşağıma az qalmışdı ki, əlimdən alsın. Belə gəldi, yaxşıdır da gözümün qabağında olarlar. Mən elə də bildim. Deyirəm axı Nəsibə xala boş-boşuna belə qərar verməz. İstəmirsiniz ayrı yaşasınlar, başa düşürəm. Getsələr də bir də qaydan deyirlər. Amma belə inanmıram ki, gedə bilsinlər. Əlbəttə, bütün günü oğlumun beynini dolduracaq ki, anam pisdir. Hesab elə ki, tamam üzü dönəcək yazıqım. Həmişəlik itirəcəyəm uşağımı. Hə, bundan sonra gərək ayıq olasınız. Heç Azər bilməsin ki, siz Məryəmə əsəbisiz. Allah vurmuşdu onu, özümü oğlumun yanında pis eləyim. Ay sağ ol. Siz də pis eləməyin, sakitcə oturun. Onsuz da əvvəl-axır Məryəm aləmi qatacaq bir-birinə. Azər də görəcək ki, Məryəm necə ilandı. Elə çətini də budur da. Bilmirəm özümü necə saxlayacağam. Mən o qızı görəndə belə qıcıqlanıram. İstəyirəm dişimin dibindən çıxan döşəyim bunun canına. Lazım deyil Nəsibə xala. Elə Məryəm də onu istəyir də. Gedib Azərə desin ki, gedək ayrı yaşayaq. Eybi yox. Qoy qayıtsın evə. Ona bir toy tutacağam, gəl görəsən. Qələt eləyər, bir də ayrı yaşamaq fikrinə düşər. O ağıllıdır. Mən ondan da ağıllıyam. Zaur hardadır? Yoxdur burada. Xahiş edirəm çıxın bayra. Nə? Vidadi müəllim tapşırıb ki, bura Zaur bəydən başqa heç kim girməsin. Sən kimsən mənim yolumu kəsirsən? İlkin bəy, gəlin problem yaratmayaq, çıxın bayra, xahiş edirəm. Əlvi çək. Deyəsən işindən bezmisən, nədir? İşdən çıxmaq istəyirsən? İstəyirsən çıxardım səni işdən. İlkin bəy, xahiş edirəm. Kəs səsini. Ayda ofisantın məndən danışmağına bax, Nədir? Ayda ofisantsan da yazıq ofisantsan. Lazım deyəcək. Bura! Lazım deyil. Nə deyirəm? Səni mən buradan çıxartdırım, sən də bax. Bırax! Yalvarasan mənə. Bax, mən sənə deyirəm ki, yalvarasan mənə. Yaxşı çıx. Cığallıq eləmə. Bir-birinizi itələməyin. Ay, sağ ol. Seymur, sən cığallıq edirsən. Xətti keçmə.
Zaur, Salam Məryəm, necəsən? nə əcəb səndən? Uşaqlar üçün hədiyyə almaq istəyirdim. Amma köməyə ehtiyacım var. Ona görə bayaqdan səni gözləyirəm. Uşaqlar, hələlik istirahət edin biraz. Ay, sağ ol. Mən sənə necə kömək edə bilərəm? Baxma da, sən onlara ana kimisən, xasiyyətlərini məndən yaxşı tanıyırsan. Dedim bəlkə, sən bilərsən nə almaq olar. İndi iş vaxtımdır, inanmıram işdən çıxa bilmirəm. Narahat olma, müdirədən icazə almışam sənə görə. Gedə bilərəm. Yaxşı, onda içəri deyim, gəlirəm. Gözləyim. Seymur, buraya gəl. Məryəm, çox sağ ol ki, bu gün mənə kömək elədin. Sən olmasaydın, heç bilmirəm onlar üçün nə hədiyyə seçəcəkdim. Ailə həyatı necə gedir? Azərlə barışdın? Hə, barışdıq. Uşağımız da olacaq. Amma barışmağımız tək uşağa görə deyil. Yəni, mən axı başqa həyat görməmişəm. Gənc yaşlarımdan ailə qurdum. Bir çox çətinliklər gördüm, mübarizə apardım. İndi durub hər şeyi yenidən başlamaq biraz çətin olardı. Düz deyirsən. Hərdən nəyəsə yenidən başlamaq üçün gecdir. Mən onu nəzərdə tutmadım. Səndə elə hər şey qarşıdadır. Gözəl ailəndə olacaq. Mənim elə ailə qurmaq fikrim yoxdur. Niyə fikrin yoxdur? Ömür boyu tək yaşayası deyilsən ki. Bəzən çox şey fikirləşmək lazım deyil. Sadəcə irəli getmək lazımdır. Sən belə elədin, hə? Mənim seçimim olmadı. Yaxşı, əgər o seçimində səndə olsaydı, dəyişərdin nəyəsə. Zaur, bilirəm, bilmək istəyirsən ki, hər şey niyə bizdə belə alındı? 6 ildir Məryəm, 6 ildir bilmək istəyirəm ki, bizdə görəsən niyə hər şey belə oldu? Niyə mənə qoyub getdin? Bu belə olmalıydı. Elə şeylər var ki, sən bilmirsən. Denəm bilim də. Mən də elə onu bilmək istəyirəm. Nə var? Yox, Zaur, mən indi bu söhbətləri təzdən açmaq istəmirəm. Olan olub, keçən keçib. Yəni məni bir normal cavaba da layiq görmürsən. Zaur, bu il nəyəsə dəyişəcək. Gör üstündən neçə il keçib. Bizim ikisimizin də ayrı-ayrı həyatımız var. İndi durub hər şeyi yenidən açmaq, hər şeyi çətinləşdirir. Nəyi dəyişəcək axı? Nə bilirsən, nəyə dəyişəcək? Mənim üçün ola bilsin nəyəsə dəyişdi. Bəlkə o yerində yanan Zaur qabağa getdi. Hı? Nə bilirsən? Nə olub? Yaman narahat görünürsən. Heç. Axır vaxtlar başı o qədər qarşı olub ki, ana-bala oturub dərdləşə də bilmirik. Qızım, çalış bütün bunların hamısından özünə bir dərs çıxar. Daha yekə qızsan. Bugün sabah ailə quracaqsan. Kiminlə həyat quracağını düzgün seçməlisən. Bibi Azər əmini sevib eləmi də, düzdür. Bax, hardan bilə bilərdi ki, belə olacaq?
Çünki çox tələsdi. Elə bil nə olmuşdu. Sonra bildi ki, atası səni... Atası səni nə? Baba nə etmişdi ki? Yox, elə bir şey olmamışdı. Sadəcə evdəkilər onu çox sıxırdı. O da elə bir bezib ailə qurdu. Ana, mən elə düşünürəm ki, Nəsibə xala olmasa, Azər bibi ilə heç vaxt dava eləməz. Bunu heç kim deyə bilməz. Evində deyilsən ki, nə bilirsən nə olur. Mən bilirəm də, sən bütün günahları bibidə görürsən. Qızım, demirəm ki, günah ondadır. Amma o da mələk deyil. Bilmirəm niyə bütün bunları sənə indi deyirəm, amma istəyirəm biləsən ki, düzgün adam seçməsən həyatın çox çətin olacaq. Təkcə oğlandan söhbət getmir ha, onun ailəsi də ailə olmalıdır. Əgər bir gün sənə elçi gəlsə, onda oğlanın ailəsinə fikir verəcəm. Sonra özünə. Görüm nə edir, işi var, ya yox. Hər şeyə baxacam. Zaur, çox sağ ol hədiyyələrə görə. Uşaqlar sevinəcək. Sən sağ ol ki, kömək elədin mənə seçimdə. Salam Zaur bəy. Salam. Yenə kömək gətirmisiniz bağçaya. Yox, uşaqlara hədiyyə gətirmişəm. Məryəm gedək. Hə, gedək. Zaur bəy, əgər sabah vaxtınız olsa, görüşüb bir danışardıq. Elə o iş barədə. Mütləq, mütləq. Yadımdan çıxmışdı sənə deyim. Biz Zaur bəylə bir işə başlayırıq. Tərəfdaş olacağıq.